Türk dilli dövlətlər Türkiyəni işğalçı elan etdilər deyə münasibətlərdə hansısa formada çat yaranmayacaq. Siyasi ekspert Azər Həsrət bunu Qazaxıstan, Qırğızistan, Özbəkistan və Türkmənistanın Türkiyəni Kipirdə işğalçı güc olaraq rəsmən tanımaları mövzusunu Today Press-ə danışarkən deyib. O, bu məsələnin təmkinli yanaşma tələb etdiyini düşünür. Stat: Türkistandakı türk dövlətləri bu addımı atarkən qardaş Türkiyə ilə məsləhətləşməmiş olmazlar. Hər halda Türkiyənin susqunluğu bunu deməyə əsas verir. Bu hadisədən sonra Türkiyə tərəfi hansısa rəsmi açıqlama verməyib. Bununla bərabər Avropa Birliyi ilə Orta Asiya dövlətlərinin yaxınlaşması əslində bizim üçün də faydalıdır. Ona görə ki, onlar nə qədər çox Rusiya və Çinin təsir dairəsindən azad olar və Avropaya meyllənərsə, bu bütövlükdə Türk Dövlətləri Təşkilatının daha etibarlı qurum kimi formalaşmasına öz töhfəsini verə bilər. Bu baxımdan düşünürəm ki, təmkinli yanaşmaq lazımdır. Qazaxıstan, Qırğızistan, Özbəkistan və Türkmənistan qardaş Türkiyəni işğalçı elan etdilər deyə münasibətlərdə hansısa formada çat yaranacağını gözləmirik. Statın sonu. Analitik Orta Asiya zirvəsinin ardından Bakıda keçirilən Türkbanın toplantısını xatırladı. Stat: O toplantıda Qazaxıstan, Qırğızistan, Özbəkistan, Azərbaycan, Türkiyə ilə yanaşı Şimali Kipr Türk Respublikasının nümayəndələri də iştirak etdi. Masanın üzərində onların da bayrağı var idi və heç bir narahatlıq yox idi. Bu əslində mesajdır ki, qardaş Türk dövlətləri Şimali Kipr Türk Respublikasını heç də ayağa vermək fikrində deyillər. Sadəcə indiki proseslər belə tələb edir. Statın sonu. Qeyd edək ki, Avropa İttifaqının Mərkəzi Asiya üçün açıqladığı 12 milyard avroluq investisiya paketindən sonra Qazaxıstan, Qırğızistan, Özbəkistan və Türkmənistan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrini dəstəkləyərək Türkiyəni Kipirdə işğalçı güc olaraq rəsmən tanıyıblar. Bunlar Özbəkistan, Qazaxıstan və Türkmənistanın Şimali Kipr Türk Respublikasında Yunanistan rəhbərliyini tanıyaraq ora səfir təyin etmələrinin əks-sədasının davam etməsi fonunda baş verib. Qiymət Mahir Namiq Abbasov, Today Press.